Mütəxəssislər bildirirlər ki, podratçı şirkət sahibkar, o cümlədən dövlət qurumu söküntü qarşılığında müəyyən olunmuş kompensasiyanı öz başına müəyyən etməklə bağlı hüquq və imtiyazlara malik deyil. Amma daha yaxşı olar ki, proses məhkəməyə getmədən ortaq məxrəcə gəlinsin. Əks halda tərəflərin özləri də mənzilin qiymətləri ilə bağlı və yaxud da ki, pul tələb olacaqsa, pul kompensasiyası olacaqsa, kompensasiyasının məbləği ilə bağlı sübutlar təqdim edə bilərlər, qiymətləndirmə hesabatları, ekspert rəyləri təqdim edə bilərlər. O cümlədən əgər tərəflərin fikirləri bir-birinə uyğun gəlmirsə və təqdim olunmuş sübutlar arasında ziddiyyət varsa, məhkəmə özü qiymətləndirmənin keçirilməsi barədə qərardat qəbul edir və bu qiymətləndirmənin aparılması üçün müstəqil qiymətləndirici cəlb edir və təbii ki, müstəqil qiymətləndiricidə mövcud bazar qiymətlərinə uyğun olaraq mənzilə qiymətlər qoyur. Əgər mülkiyyətçi ilə razılığa gəlinməyibsə, tikinti şirkəti heç bir halda ərazidə söküntü işləri apara bilməz və eyni zamanda mülkiyyətçilərin orada yaşayışına heç bir maneə yarada bilməz. Bütün bunlar qanunla qadağandır. Bəzi tikinti şirkətləri mənzillərdən qiymətlə razılaşmayan sakinlərin qaz, su, işıq və digər kommunikasiya xətlərini kəsirlər ki, bu da qanunvericiliyə uyğun olaraq qadağandır. Vətəndaşın mənzilinin kommunikasiya xətlərinin kəsilməsi üçün mütləq şəkildə aidiyyəti üzrə həmin kommunikasiya idarələrinin rəyi olmalı, daha sonra onların kommunikasiya verilişi dayandırıla bilər. Bütün bunlar hər biri qanunvericiliklə tənzimlənməlidir. Amma hüquqşünaslar deyir ki, qanunda müəyyən boşluqlar var. Bildirirlər ki, mənzil məcəlləsində göstərilir ki, çoxmərtəbəli yaşayış binalarının sökülməsi və ya yenidən tikilməsi ilə bağlı qərarı bina sakinləri, yəni mülkiyyətçilər verir. Amma Konstitusiya Məhkəməsi hesab edir ki, əgər Nazirlər Kabinetinin qərarı ilə və yaxud da ki, səlahiyyətli icra hakimiyyəti orqanlarının qərarları ilə əgər qəzalı vəziyyətdə olan binaların, o cümlədən də Bakı şəhərinin arxitekturasına uyğun gəlməyən binaların sökülməsi, yerində yeni mənzillərin, yeni binaların tikilməsi ilə bağlı məsələlərdə artıq mən qeyd etdiyim mənzil məcəlləsinin müddəaları uyğun gəlmir və bu zaman təbii ki, Konstitusiya Məhkəməsi qərarında qeyd edir ki, bu zaman binanın tikinti şirkətləri tərəfindən onlara verilmiş sərəncam əsasında sakinlərlə razılıq əldə etməklə sökülməsi mümkündür. Bundan əlavə mütəxəssislər bildirirlər ki, belə problemlərin qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. Lamiyə Xəqani qızı Zaur Hüseynov, İTV Xəbər.